Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda saralmış paltarları, maykaları, köynəkləri necə ağartmaq olar və paltarların üzərində qalan köhnə ləkələri necə çıxarmaq olar, onu sizə çəkib göstərəcəm. Köynəyin bəzi yerlərində ləkələr var. Nə qədər maşında yutsam da bu ləkələr getməyibdir. İndi bunu asan üsulla necə çıxarmaq olar, onu sizə çəkib göstərəcəm. Əvvəlcə ləkəli hissələrinin üzərinə biraz soda əlavə edirəm. Sodanın üzərindən biraz perikis, biraz da qap şampunu əlavə edirəm. Əlimlə azacıq sürtüb 10-15 dəqiqə saxlayacağım. Digər köynəyin də ləkəli hissəsinə soda və perikis, qap şampunu əlavə edirəm. Bu üsulla asanlıqla ləkəni çıxarmaq olar. (10-15 dəqiqə sonra paltarların üzərinə təxminən 2 qaşıq çay sodası, 2 qaşıq da istənilən paraşokdan əlavə edib, üzərinə çıxanacan qaynar su əlavə edirəm. Bu suyun içərisində ən azı 1-2 saat saxlayıram. Su biraz soyuduqda əlimlə biraz ləkəli yerləri ovxalayıram. Sonra axar suda təmiz-təmiz yuyuram. Qeyd edim ki, rəngli paltarların üzərindəki ləkəni çıxarmaq istəyirsinizsə, eyni qaydada ləkənin üzərinə çay sodası, qap şampunu, perikis əlavə edib 15 dəqiqə saxladıqdan sonra soyuq suda sabunlayın. Rəngləri qaynar suda saxlamaq olmaz. Gördüyünüz kimi maykaların üzəri, köynəyin üzəri gül kimi oldu. Bir dənə də olsun ləkəsi qalmayıb. Hətta rəngi də dümağ ağarıb. Onu da qeyd edim ki, köynəyin üzərində nakleyka var idi. Həmin nakleykada suyun içərisində tamam getdi, rəngi qaçdı. Ona görə sizə qeyd edib demək istəyirəm ki, rəngliləri bu üsulla yuduqda mütləq soyuq suda yuyun, qaynar suda saxlamayın. Çünki rəngi qaça bilər. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın.